Təmənnasız olaraq bu kitabı bizim üçün hədiyyə etdilər. Çalışdığım Sumqayıt şəhər polis idarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, mən bu 2 aya yaxın ki, mən işdən demək olar ki, mütəmadi olaraq bu işin arxasında getmək üçün icazələr aradım. Hər biri mənim üçün şərait yaratdı və bu xoşməramlı niyyətimi hər bir insana dediksə, onların bir sözü var ki, bu bizim müqəddəs vəzifəmizdir, bu bizim mənəvi borcumuzdur. Mən bu prosesdə, bu gedən layihədə çox insanları kəşf etdim və bir daha kəşf etdim ki, necə qədir bilən Azərbaycan xalqının necə qədir bilən insanları var, necə səmimi insanları var və bu anda həm ağlıma belə bir söz gəldi, Ulu Öndərin müqəddəs kəlamı kimi. Mən fəxr etdim, bir daha da fəxr etdim ki, mən Azərbaycanlıyam, mən bu qədir bilən Azərbaycan xalqının bir övladıyam. Yenə də hər birinizə sonsuz təşəkkürlərimi bildirirəm, öz adımdan, ailəmiz adımdan. İnanın, ürəyim doludur. Çox ən səmimi salamlarımı, ən səmimi arzularımı çatdıram hər birinizə. Gəlib bizim bu xoş günümüzə, bu gün sevincimi mən sevinirəm. Elə bilirəm ki, atam ölməyib. Onun yubiley mərasimidir, sağdır. Çünki şəhidlər ölmürlər, o bizim üzərimizə müqəddəs bir ad qoyub getirmişdir. Hər birinizə yenə çox sağlamı bildirirəm. Bir də bir söz deyim. Ola bilər ki, bu kitabda və filmdə biz bir çox insanlara vaxt məhdudiyyətindən, həm də gəncliyimdən irəli gələrək ola bilər bir çox döyüşçüləri tanıya bilməmişəm, deyə bilməmişəm. Əvvəlcədən onlardan da üzr istəyirəm. Gələcək planlarımız, bu işlərimiz davamlı olacaq. Ali Baş Komandanın siyasəti ilə, onun dəstəyi ilə biz Qarabağımızı, digər işğalmış torpaqlarımızı azad edəcəyik. Bu kitablar çox yazılacaq, bu filmlər çox çəkiləcək. İnşallah Qarabağda görüşmək arzusuyla. Sağ olun, çox sağ olun. Əziz qonaqlar, əziz tədbir iştirakçıları, bununla da Azərbaycanın milli qəhrəmanı Qorxmaz Eyvazovun 50 yubileyinə həsr olunmuş tədbirimiz sona yetdi. Sağ olun, sağlıqla qalın.